Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyekel fərəc. Məkasib kitabından 421-ci dərsi oxuyuruq. Bildiyiniz kimi, biz Məkasib kitabından Ğina bölümünü oxuyuruq və bu barədə dəlillər və təriflər oxuyuruq. Biz dünənki dərsimizdə bir ibarəti fikrim qarışıq olduğu üçün onu oxumuşam. Dünənki dərsimizdə bir ibarət, amma istəyirəm onu yenidən nəzərinizə çatdırım. O ibarət bundan ibarətdir ki, fəyəcəlu zalik fi beytin minəşşeyril mə'zum fil hikəm vəl mərasi və nəhviha. Ehtimal verirəm, dünən o beyt kəlməsini orada mən ev mənasında məna eləmişəm. Ona görə dedim, onu yenidən məna eləyim. Fəyəcəlu zalik fi beytin minəşşeyr. Mənası budur ki, bir nəfər ki, zümzümə eləyir, bu qərar verir. Həmən bu zümzüməni fi beytin, yəni bir dənə beytdə, beyt var, misra var. Bir dənə beytdə minəşşeyr, yəni şeirin bir beytində qərar verir. Əl-mənzum fil hikəm vəl mərasi. Ki, o şeirdə ki, nəzmə çəkilib, hikmət və mərsiyələrin sözlərini, yəni belə bir beytidə qərar verir və qərar verdiyi üçün də onu zümzümə eləyir. Ki, biz dünənki dərsimizdə idi bu ibarət. O beyt kəlməsini ehtimal verdim, bəlkə ev demişəm, amma beyt burada həmən misra beyt. Beyt 4 dənə sətrə deyirlər, misra 2 dənəyə. Həmən beyt o mənadadır. Amma bugünkü dərsimizdə yenə də təbii ki, Ğinadan gedir və artıq biz neçə gündür ki, Ğinanın haqqında verilən tərifləri oxuyuruq və bu barədə alimlərin fikirlərini burada oxuyuruq. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, Ğinanın haqqında, tərifləri haqqında ki, müxtəlif fikirlər var. Bəs burada xüsusən son zamanlar deyəndə mərhum Şeyx öz zamanını deyir. Təbii ki, elə hər bir zamana aiddir bu. Bəzi şübhələr artıq insanlara gəlir bu barədə. Məsələn, bir şübhə Ğinanın hökmündədir, əsl hökmündə. Ğina haramdır, ya haram deyil. Digər cəhətdən Ğinanın mövzusunda şübhə gəlir ki, Ğinanın mövzusu nədir? Üçüncü şübhə budur ki, bu hökm, yəni bu haram hökmü Ğinanın bütün mövzularına aid deyil, bəlkə bəzi mövzularına aiddir. Xülasə bunların hər üçünə mərhum Şeyx Murtəza Ənsari fikirlər gətirir və alimlərin nəzərini bu barədə izah eləyir. İnşallah bugünkü dərsimizdən başlayır onları söyləməyə. Və buyurur, və rubbəma yəcri ələ haza, elə buna görə də bu fikirlər ki, Ğina haqqında müxtəlifdir, buna görə də bəzi şübhələr ariz olur. Uruzu şübhə, şübhələr ariz olur. Fil əzminətil mütəəxxirə fi hazihil məsələ, sonraki zamanlarda
Xüsusən bu məsələdə, qina məsələsində şübhələr ariz olur. Və tarətən min heysu əslil hökm. O şübhə bir dəfə qinanın əsl hökmü cəhətindən gəlir. Əsl hökm yəni haramdır, ya haram deyil. Və uxra min heysul mövzu. Və digər cəhətdən bir şübhə gəlir ki, qinanın mövzusu nədir? Yəni qina nəyə deyərlər? Və salisətən üçüncü cəhət min ixtisasıl hökm və bəzil mövzu. Ki, bəziləri deyirlər ki, hörmət, haramlıq məxsusdur qinanın bəzi mövzularında. Yəni, bəzisi haramdır, bəzisi haram deyil. Bəs bu üç cəhətdən şübhə var. Biz gərək bu üç cəhətdən danışaq ki, o şübhələr aradan getsin. Əmməl əvvəl amma birinci şübhə əsli hökm. Yəni, qina haramdır, ya haram deyil. Buyurur, fələənnəhu hokiyə ənil muhaddisil kaşani. Nəyə görə bu şübhə gəlib? Çünki Feyzul Kaşanidən, Muhaddis-i Kaşanidən bəzi sözlər nəql olunub, hekayət olunub. O sözlərə görə şübhə gəlir ki, qina haramdır, ya haram deyil. Fələənnəhu hukiyə ənil muhaddisil kaşani. Bəs ona görə ki, Muhaddis-i Kaşanidən hekayət olunub. Ənəhu xəssəl haramə minhu və məştəmələ ələ muharramin min xaricin. Məsələn, Muhaddis-i Kaşanidən belə hekayət olunub. Muhaddis-i Kaşani deyib ki, o qina haramdır ki, əgər xaricdən bir dənə haram gəlib ona şamil olsun. Xaric deyəndə indi bizim nəzərimizdə tutan xaric deyil. Yəni qinadan əlavə, məsələn, misal vurub, misulləb belalatilləhv. Yəni qina təhlikdə haram deyil. Qina ola, məsələn, bir dənə alat-ı-ləhv də orada ola, bir musiqi aləti də orada ola. Onda haramdır. Onda deyərik bu qina haramdır. Əgər qina bu alətlə olmasa, onda deyərik haramdır. Bir dəfə budur ki, insan musiqi alətsiz oxuyur. Bir dəfə budur bir alətlə oxuyur. Muhaddis-i Kaşanidən nəql olunub, deyib, qina o surətdə haramdır ki, o bir alətlə ola. İkincisi və duxulur rical ələn-nisa. Məsələn, o qina haramdır ki, naməhrəm kişi, naməhrəm qadın məclisi qurula, bir-birinə qarışalar və qina ola orada, o qina haramdır. Bəl-kəlam bil-batil, ya üçüncüsü, əgər qina batil kəlamla olsa haramdır. Birdən haqq kəlamla olsa batil, yəni haram deyil. Və illa fəhuvə fi nəfsihi qeyru muharramin. Əgər bunların heç biri olmasa, yəni tək qina olsa, öz-özlüyündə haram deyil. Gərək xaricdən ona bir dənə haram gələ. Xaricdən, yəni qinadan xaric. Yəni qinadan xaric nədir? Ya bir alət-i ləhvlə ola, ya qadın kişi qarışa, ya batil söz ola. Ondan sonra qina haramdır. Əgər belə olmasa, qina öz-özlüyündə haram deyil. Bu əlbəttə Muhaddis-i Kaşanidən mərhum Şeyx Murtəza Ənsari buyurur, nəql olunur. Sadəcə yeri var ki, insan Muhaddis-i Kaşaniyə deyə ki, ağa Kaşani, bu qinadan məqsədin nədir? Bu qina əgər sovt-i ləhvidirsə, sovt-i ləhvi, onda bəli, onda bu haramdır, bu sovt-i ləhvi haramdır. Yox, əgər sovt-i ləhvi deyilsə, onda heç bu qina deyil. Sən ki, deyirsən, qina öz-özlüyündə haram deyil, bu məqsədin nədir bu qinadan? Hansı sovtudur? Bir sovtu var, ləhvidir, bir sovtu var, qeyri-ləhvidir. Əgər bu sovtu ləhvidirsə, qina sovtu ləhvi ilə yəni
Əgər qinadırsa bu sovtu ləhvidir və o da haramdır. Yox, əgər sovtu ləhvi deyilsə bu qina deyil. Məqsədin nədir bundan? Əlbəttə ki, təbii ki, indi biz ağanı ki görmürük bu sualı verək. Bu ağadan belə nəql olunub. Əlbəttə bu Şeyx Murtəzanın nəzəri deyil. Bu deyir Hokiyə ənil muhaddisil Kaşani. Muhaddisi Kaşanidən bu nəql olunub. Yəni nəql eləyiblər ki, Muhaddisi Kaşani deyib ki, qina o surətdə haramdır ki, o qina alət-i ləhvlə olsun və qadın kişi bir-birinə qarışmış olsun və orada qina kəlamı batil ilə olsun, batil sözlərlə olsun. Belə olduğu surətdə bu qina haramdır. Birdən bunların heç biri olmaya, alat-ı ləhv olmaya, qadın kişi bir-birinə qarışıb qina olmaya, batil kəlam olmaya, bir nəfər evində otura, qina deyə, qina eləyə, yəni haqq söz deyə, onda bu haram deyil. Və haram deyil. Bunda bu qina nə sovtudur? Yəni ləhvidir ya ləhvi deyil. Əgər bu sovtu ləhvi deyilsə, əlbəttə biz bunu sual kimi qoymuşuq. Əgər sovtu ləhvi deyilsə, bu qina deyil. Yox, sovtu ləhvidirsə, yəni bu qina. Onda bəli, təbii ki, sovtu ləhvi haramdır. Xülasə, bu ağadan belə hekayət olunub və hansı kitabda nəql olunub bu söz? Muhaddisi Kaşanidən mərhum Şeyx Murtəza Ənsari buyurur, Vafi kitabında nəql olunub. Vafi. İnşallah gələn dərsimizdə mərhum Muhaddisi Şeyx Kaşaninin ibarətinin, sözlərinin özünü biz oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.